bezmişəm sənin əlindən. Sən hamını bezdimsən. Məni də bezdimsən, Talehi də bezdimsən, mamı da bezdimsən. Sən hamımızı bezdimsən. Məhəbbət. Ay məhəbbət. Məhəbbət. Aha. Yatmışdın. Yox, saç qıtırıram bayaqdan. Qarpız yiyirəm, görmürsən? Yatıram da. Paduşkanı qoydum ki başının altına. Rahat yatasan. Rahatsan. Bezdirdin mən. Sən də bezdirmişsən, Talih də bezdirib, anan da bezdirib məni. Rahatam, rahatam. Rahatam. Ay mama. Görsən, məhəbbətə bu qədər qulluq eləyirəm. Gənə də deyir ki, bezdim səni, məni. Talih dünyada yeganə şirkət müdürü idi ki, 130 minlik cipi ola-ola işə velosipedlə gedib gəlirdi. Talih müəllim bugün maaş verəcək. Verməyəcək nədir? Maaşı bugün verməlidir. Bas, maaş vaxtı sildi. Nə söhbət, hə, Timur? Mənim evdə xəstə atam var, Axşam onu mən bilyarda aparmalıyım. Abbas, bilyard nədir? Atam bilyard xəstəsində, neyiniyim? Hər an param duplet onu çıxıb gəlir. Gəlmərəm. Şəhsən, bugün mən tarixdə mütləq maaşımı almalıyam. Əlinə avtobusa gələndə, arxa qapıdan qaçanda 2 dəfə yerə girmişəm. Bir dəfə utandığımdan, bir dəfə də ağzı üstə. Ay Arzu, sağ olsun Talih. İsmətə kömək eləyir, pul verir. Ay, İsmət deyir ki, inan Talih mənə pul verəndə utanıb yerə girirəm. Deyir ki, qoy pullanı. Talihin xəcalətindən çıxacam, borclu qalmayacam ona. Çağıracam balkondan Talihi, düşsün aşağı bütün binanın cəmaatının qabağında. Pulları belə səpə-səpə gedəcəm, Talihi də yıxsın. Salam mələkü, Arzu, Vəfa. Qismət, pulu Talih verdi, 350 dollardı. Dedi ki, 50'sinə bazarlıq eləsin, 300'ünü də qattalayıb qoysun cibinə. Sağ olsun Talih, sağ olsun. İnansan, Talih mənə hər səfər pul verəndə xəcalətimdən ölüb yerə girirəm. Ay Qismət, Talih də deyir ki, elə ona görə verirəm pulu ona. Ona qalsaydı, mənə də lazımdır. Başa düşdüm, mən başqasına pul verməliyəm. Ona görə mən maaş versin. İsmail, sən axı deyirdin mənim xaricdə belə şirkətlərim var, firmalarım var. Sən nə edirsən gözləyib pulu? Qumri, sənə qurban olaram mən. Mənə ömrü boyu pula ehtiyacım olmayıb, başa düşdün. Mənim qohumum var, oxuyan, Rüfət Axundov. O da bir yazıq yolda gördüm. Maşın keçib yanından, vurub patpresini, daş çıxıb təkanın altına. Patpresini qırıblar, başa düşdün. O da skoşlayıb gəzir. Ay gümbü deyə. Patpresi skoşlayıb gəzməyə ayı, bu da Rüfət Axundov. İndi qohumdur da, başa düşdün, köməkli eləməliyəm də. Dedim, ayın axırı gələrsən yanıma. Pul verirəm sənə, bir dənə təzə patpres alarsan. Mən beləyəm də, qumur, mən ömrüm ona kömək eləyən adam olmuşam. Sənə qurban olarım. Qismət, nə vaxta qədər mən sənin cibinə pul qoyacam? Talih pul qoyacaq. Ay, evin kişisi, hə?
Ceyran, sənin əlinə baxmıram deyən partlayırsan. Talih sənə $350 verir. Talihə qardaş deyirsən. 100 üstünə gəlsə ata deyərsən. Ceyran, Nədir? ata sözünü ucuz tutma. Mən Talihə ata mənə ev alandan sonra deyəcəm. Kişi, evimin kişisi. Əllərdir, kişi. Qorma Talih mənim. Qorma. Çatdıq. Bir durub, mən sənə dedim, apar bateskreti, ver mənim çipimi dala. Mən sənə dedim ki, bateskret ver, velosiped al. Sən xəstəsən. Talih müəllim, bu nə pisdir? Bax, bir damcı rasxodu yox. Benzinə pul vermirsən, radara düşmürsən. Bir durub, başın xarif, yasırmışsan mən müdür adamam. Mənim 3 dənə şirkatım var, et var. Mən çox böyük adamım. Sən xəstəsən, mən bu dəqiqə cipin arxasında oturub işə gəlməli adamam. Ay Talih, bunda da arxada otur gəlsən də nə fərq var? Bu yasabet deyil, mən nətər müdürəm. Qıraqdan baxan demişim, bu nətər müdürdə yasabetdə şey yeyib gəlir. Ay Talih, bu xaricdə keçən dəfə mən özüm də görmüşəm. Deməli, iş adamları, milyonçular yoxdur. Hamısı yasabetdə gedib gəlirlər. Bırax xaric deyilin, mənə oyun oynama, get mənim cipimi qaytar. Sən xəstəsən. Mən o cipi özüm almamışam ki. Mən özüm rahatçılığım üçün almamışam ki. Onu almışam ki, cəmaatı narahat eləyim, gecə yatanmasınlar ki, Talih müəllim də cipdə gəlir, dünənin çobanı cipə mindi. Qoğun rəytanılsın da, qoğunlar yatanmasın da. Mən kəndə girəndə çalın çarpaz dağ çəkirəm, sefi çıxardım, buradan asırım, kefimdən asırım, boğuluram. Bu cəmaat narahat olsun ki, buna bax, Talih'in qırına qızılına bax, bunun cipinə bax. İnsanlara göz dağı olmaq lazımdır. Həyatı özümüzə görə yaşamırıq ki. Başa düş də. Yaxşı, Talih. Məndən soruşanda ki, Talih müəllim, o maşın neçəsi mən özümü dartara deyirəm ki, heç nə qəpik qırışa, 130 minə, kreditləri təzə bağlamışam. Amma elə danışıram ki, heç nədir mənim üçün. Başa düş də sən. Yaxşı, Talih müəllim, gedirəm, indi qaytaram, cipi alam. Get qaytar, bu nədir? Vurma, Talih müəllim, vurma. Başa düş də, mən də istəyirəm öz saadətimə çatam da. Deyir ki, xoşbəxt müsəlman o müsəlmandır ki, onun geniş evi olsun, onun gözəl miniyi olsun, əməl salih qonşusu olsun. Məni saadətimdən niyə qaçırsın? Get mən maşınımı getir. Nədir? Qismət, Talehin çörəyin yeyirsən, Talehin hesabına dolanırsan deyə, cəmaatın içində mənə cavab qaytarırsan, hə? Ceyran, kişinin çörəyini yər. Nə oldu? Başqa vaxt cəmaatın içində deyirdin ki, qaynanam başımın tacıdır. Qisməti qismət eləyən qaynanası olub. Cəmaatın içində şalvarını göstərib deyirdin ki, qaynanam alıb. İndi Talih sənə pul verib deyə, sən mənim üzümə qismət ağ olursan, hə? Ceyran, bu sifətə diqqətlə bax. Mən çöl qazı kimi bir şeyəm. Hara istedi orada uçuram. Çöl qaz, uç. Sənin indi uçan vaxtındır. Sənin o tüklərini bir yolmasan, mənə də ceyran deməsinlər. Alo, Rembo atan necəsən? Mənə bax Rembo, sən elə ki o otelin fundamenti yaxşı olsun ha. Ha, fundamenti. Mən səni yığaram, müdür gəldi, mən yığaram sənə, danışamıram, tamam. Qısaca bax, fundament ürəyim sancdı. Salam Meleki. Necəsin? Neyirsən Teymur? Sağ olun, çox sağ olun. Nəsə gözümə belə fundamentini dəyirsən. Baya düşürəm, bugün maaşım vaxtıdır, istərsəniz fundamentiniz pozulur. Mən istəyirəm sizin maaşınızı bugün yox, sabah verim. Nə məsləhət görürsünüz? Ha? Ne olar Talih müəllim, bugün vermişsiniz, sabah verəsiniz. Buradan ne olacaq, Nazir?
Biz maaş hakkında fikirləşmirdik. İnanırsın burada fikirləşdik ki, bu hafta Messi gol vuracaq, yoxsa yox. Talib mən, biz keçən ay maaş aldıq ki. Hiç almadıq keçən ay maaş. Talib mən. Keçən ay maaş almadıq ha? Keçən ay 31 gecəsi saat 12-də qapıma gəlib məndən maaş almadınız. Yadından çıxdı Abbas. Yadından çıxdı. Mən almışam. Almışıq. Mən bəlkə olmamışam. Ha, gəlmədiniz mi? Gecə hamınız da almadan gəlməmişdik. Konser gəlmədiniz. Konser paklam edərik, konser. Məncə mən olmamışam. Talib müəllim, mən bildiyimə görə o yol üstü idi. Biz oradan keçib gedirdik. Talib müəllim, sarrayım qurban, sən heç narahat olmayın. Bugün verə bilmirsən, heç vermə. Şəxsən mən elə bilirəm ki, o pulu almışam, bax belə maaş da bax bu dəqiqə cibimdədir. Elə bilirsən? Mən elə bilirəm. Elə bilirsən, laf yaxşı. Onda bir dənə qol vur ki, yəni qol çək ki, mən maaşımı almışam cibimdən. Ay, Talib müəllim, qol çəkməyin, hətta biz kişiyik, söz ağzımızdan çıxdı da bizim. Qol çəkməyin. Məhəbbət Sevda ilə barışandan sonra ağlına gəlməyən başına gəlirdi. Əl qabiliyyətindən belə başa düşdüm ki, bunu mənim başıma vuran Sevda idi. Hə, mənəm. Xoş gəlmisən, Sevda, nə yaxşı gəlmisən. Başa düşməm, qəzetdə niyə mənim başıma vursan? Bura bax. Ha. Sənin bu Türkan Şorayla nə əlaqən var? Türkan Şorayla mənim nə əlaqəm, heç bir əlaqəm yox. Bəs bu qəzetlər niyə belə yazır? Ha? Nə yazıb ki? Yazıb ki, Türkan Şoray öz məhəbbətinə qovuşdu. Nə olsun ki, mənə rəqsi var, Düzün de, sən mənə Türkan Şorayla xəyanət edirsən? Əzizim, nə xəyanət? Bu boş söhbətdir, bu ayrı söhbətdir. Mənim buna adiyyətim yoxdur, əzizim. Əşi, bir şey də var ki, mən xəyanət eləmək istəsəm, Türkan Şoray xəyanət eləməz axı, əzizim. Bəs mən başa düşmürəm, bu qəzetlər niyə belə yazır? Hadi, indi bu Türkan qəzetdə onların başqa söhbətdir. Onlarda yağın ayrı məhəbbət var. Amma mən məhəbbət tək bir dənə Azərbaycan qəzeti olsaydı, gənə dərd yarı idi, əzizim. Ömrüm, Türkan Şoray sənin atılan dırnağına dəyməz. Başa düşürsən? Özdə mənim gözüm səndən başqa heç kimi görmür, əzizim. Bu yay məhəbbətim, gözün ovcuna tökülsün. Bəs bunu bayaqdan niyə belə demirsən? Hər şey yaxşı, nəysə, yaxşı, yaddan çıxartdıq evi. Nə yaxşı gəlmişdi, əzizim, elə bu söhbətə görə. Ay məhəbbətim, Haydi. bir də sənə bir söz deyim. Amma əsəbləşmə ha, yaxşı. Əşi, narahat olma, denən. Mən sənin hansı sözünə əsəbləşmişəm axı? Denən. Bir də bu qəzetlər yazırlar ki... Nə yazırlar qəzetlərə? Mahsun Qırmızıgül öz sevdasından əl çəkməyəcək. Bax, onu bil ki, o mən deyiləm ha. Prosto bizim ailəmizi dağıtmaqdan ötəri belə yazırlar. Çox sağ olun ki, mənə sabah kimi vaxt verdiniz maaş söhbətinə görə. Amma açıq deyəcəm, heç bilmirəm, sabah mən pulu hardan tapsın, maaşları verəcəm. Belə çox belə fundament vəziyyətində qalmışam. Talib müəllim, bu fundament söhbətin başa düşmədiyi biz nəysə. Elə bil Teymur, heç özüm də bilmirəm. Hər şey aslında çox yaxşıdır. Durduğum yerdə başıma bir iş gəldi. İş nədən it də getdi, ip də getdi. Nətər deyərlər, birdən-birə müsriləşdirmişəm. Nətər? Müsriləşmişəm. Öz dilimizdə danış görək. Bankrota düşmüşəm. Talib müəllim, eybi yox. Hamımız insanıq. İnsanın başına iş gələr, təki canınız sağ olsun. Ya bir dəqiqə dayanaq kişisən. Sən hamın yerində ne danışırsan? Canımız sağ olsun, canımız sağ olsun. Talib, indi bu söhbətlərin axırı nətər olacaq? Sən bu maaşı verirsən, yoxsa vermirsən? Bir dəqiqə dayanda mən dedim, mənə biraz vaxt verin, sizin pul tapıb verim də. Belə bir söz var, deyir ki, rəhm eləməyən kimsəyə Allah da rəhm eləməz. Biraz mənə vaxt verin, biraz mülayim olun, tapım sizin pulu verim də, üzümü cırır sizi. Talib müəllim, Ha, siz bizə
Biraz vaxt verin. Biz bir daha məsləhətləşək. Ay, keç. Başa düşdüm əzizim. Get, narahat olma. Mən başa düşdüm ki, Mahsum Qırmızı Güllə sənin heç bir əlaqən yoxdur. Yaxşı əzizim, get, Rıza da gəldi. Get, saat 9-a gələcəm. Yaxşı, eşək mənim üçün kiftə pişirərsən. Yaxşı əzizim. Bu da sifariş verilmiş təqvim Türkan Şoran şəkli ilə. Necə? Yaxşı, əvvəl. Məhəbbət, başa düşmədim. Mən başa düşmədim ki, mən Türkan Şoran da bu. Bəs sən bayaqdan deyirdin ki, mənim Türkan Şorayla heç bir əlaqəm yoxdur. Bu deyil mi onun şəkli? Yox de, Türkan Şoran mənim nə əlaqəsi var? Yəni, heç zəmənli bir kalender gətirə bilmirdin sən də. Hadi canım. Dayan Məhəbbət. Dayan, indi hamısını gedib talihə dəyişib. Get kimə deyirsən de, lap get çıxarı babana denə. Get mənə kiftə hazırla. Bu nədən sən gətirdin? Lazımdır bu mənə, Türkan Şoran şəklini gətir. Başqasını tapa bilmirdin? Hətta bezmişəm, dirənmişəm. Qəzəmirəm. Bilirsən, qismət necədir? Mən səni başa düşürəm. Yəni, biraz evdəkilər səni sıxışdırır, özün də pul qazana bilmirsən, borçsa bir tərəfdən səni sıxır. Açıq deyirəm, hər bir adamın başına belə şeylər gəlir. Evdə də adam hörmətdən düşür, səldə də hörmətdən düşür. Özün şahidi olubsan, mənim öz başıma gələn. Hamıya borcum vardı. İtə də bir əhbəh borcum vardı. O it hürməsin deyin, pişimlə, dırnağımla əlləşdim, qazandım, gətdim, sənin borcunu verdim ki, sən susasan. Mən borc altında qalmağa xoşdan olan deyiləm. Mən Şixəlinin nəvəsiyəm. Mən şixəli deyiləm ki, kiməsə borcum olanda, borc gəlsin görəndə başıma çalağı bağlayam, arvadların arasına qoşdum, qaçam. Mən sərt kişilərdənəm, tamam başqa bir şeyəm. Göz yaşı, tamam Abbas Leyliyin ürəyinə yol tapmaq üçün hər yola əl atsa da, hər dəfədə yolunu azırdı. Mənim atam məni sənə verməyəcək. Nəyə görə, nəyə görə? Bizdə heç nə alınmayacaq. Niyə? Bax, nə maraqlıdır, niyə alınmır? Sənin alınmır, məndə alınır bəlkə. Kömələşə alındıraq. Yox. Çünki mənim atam məni başqa imkanlı oğlana vermək istəyir. Sənin dədən imkanlı nə deyir? Nə deyir də sənin dədən imkanlı? Biz az qazanırıq. Burada aşpaz kimi işləyirəm. Hə? Evdə dovşan saxlayıram. 3 aydan bir 40 dənə bala verir. Həyətdə kim qoyun kəsilir, gedib onun qoyun kəsirəm. Ona görə 5 manat alıram. Dərisi, başı, ələyini verirlər mənə. Yaz xeyri şükəndə məhlədə. Gedirəm onların mağarını qururam. Ondan da bir 10-15 manat alıram. Boş vaxtım olanda da gedib alım önümü yıxıram da. Lan neynəməliyəm mən? İndi onsuz da hamı 4-5 işlə məşğuldur da. Bu boyda notebook almışam mən. Abbas, mənim atam bizim evlənməyimizə razı deyil. Az nə deyib razı olmur, nə deyib razı olmur? İndiki zamanda hansı kürəkən öz qaynatasına kilo yarım Bakinski konfet alıb göndərir. Mən eləyirəm onu. Var eləyirəm də dovşandır, balaladı, gedirəm, xaşlayıram. Elə atam o axırıncı konfeti yiyəndən sonra dişi sındı. Ona görə bu qərarı verdi də. Sənin dədən kördür. O konfeti ağzını tullayanda görmür ki bu sorma konfeti. Görməmişdir hala. Yox Talih, mən qərara gəlmişəm. Mən özümü öldürəcəm.
Bilirsən qismət, sən məndən böyüksən. Sən özün ailə başçısan, sən uşağın var, iki uşağın var. Yox, hər şey deyirəm. Yəni sənin dünya görüşün ara, mənim dünya görüşüm ara. Mən durən uşağıyam. Mən kimə gəlsəm, ağıl verim ki, özünü öldürmə yaxşı olacaq. Nə yaxşı olacaq? Bundan piskin olacaq. Bilirsən qismət. Sən tərssən. Sən deyirsən ki, özümü öldürəyəm, mən başımla satam ki, sən özünü öldürəşən. Amma nə eləmək olar? Bir gün gələn, bir gün gedər. Gəlimli, ölümlü, itimli dünyadır qismət. Əcəl ki, gəldi, aparım aladı. Yəni, mən sana bir kiçik qardaşımı nə deyə bilərəm? Yəni, ölənlə də urvatdır. Sən taleyin bacanaqsan, nitvotibi, çorpa biri. Pul lazımdırsa, kəndirəmi, kususamı, sabunamı, nəsə bəlkə sol dərmansınlar. Qardaşın sağ pul versin, həll eləyək, məsələn, tutası yesin. Mən qoymarım, ya sən göz yaşını verirsən. Sağ ol. Varımdır. Allah qismət belə şeydə varım deyiləmi? Bacanağım. Mən bacanağımın bu gündə də pul xərcləməm. Mən nə gündə pul xərcləyim qismət? Yaxşı qismət. Torpağın sanı yaşasın. Çox pis oldum. Çox pis oldum. Bir dəqiqə, zəhmət olsun. Sən nətər deyib bacanaq vəziyyəti. Mənim bir dənə də ayrı bir planım var. Yəni, istəyirəm o planı həyata keçirəm. Beşişməyəm, nə falan hə? Bizdir sənin bu dəqiqədən bir fikir dəyişməyinə. Mən bezukum xarab olub qismət. Planına bax, kişi kimi qərar verirsən, öldürəcəm, mən də sənə dedim, hörmətlə yanaşıram. Sən ölməli adamsın, sən amma burada sən, ət getmə. Hayır, bizi də qardaş, yapacaq, qardaş əvəzsən, sən. Yəni, açıq deyim, bu istəyirəm, cəmi 2 cəmin pul lazımdır. 2 cəmin pul. Mən bir plan var da, istəyirəm ki, bir obyekt var, onu götürüm. Toskadır, qəşək işlək yerdədir. Pul qazanım, bu vəziyyətdən də çıxım, özümü öldürməyə də ehtiyac olmasın. Nə deyirsən, bacanam? Yox, qismət, belədir də, yəni açıq deyəm, mənim 2000-im var gizlətmənim, geriyanda 5000-im də var. Mən biləm ki, o pul sənə X-tam lazımdır, lap kəndirəm lazımdır, pis çıxmasın. 5000 verib, mən Ərəbistandan Kürzə ilanı gətirərəm, sənin xətrini o qədər istəyirəm. Biləm ki, elə şey lazımdır, 5000-də verərəm, 10.000-də. Amma Toşkaya vermərəm, bir pis çıxmasın, elə 2000 verib, özümə bir dənə mağaz açaram, geriyanda bilərəm ki, dar günümdə dayağım olar. Səhv deyirəm, qismət. Yenə deyirəm, uksuz, muksuz, nə lazımsa qardaşım pulsuz gəlsin. Yaxşı, oldu, yaxşı, sağ ol, yaxşı. Qismət, pulu verməməyə xətrinə dəydi. İncidin qismət. Səndən xətrinə dəydi. Xətrinə dəydi, şələş rayıq, bas bayram, mənim evimdən çıxın. Mən sən xətrinə dəydi, müzü bitirəm. Bayram deyirəm evimdən. Qardaşım, hepimiz qardaşım. Talih etibardan sui-istifadə eləmək istəsə də, etibar talihdən sui-istifadə edirdi. Qisməti devirimdən qova bilmirəm da. Bax, pirituruk necəsən, neyiniz? Sən hardasan? Hardasan etibar? 2 gündür mən səni tapa bilmirəm, hardasan? Mən səni özümə sürücü götürəndən mən metrolarda fırlarım, xəbərim var. Hardasan? O gün dedim, gəlsən dedim 10 dəqiqə çatıram, 2 gündür yoxsan. Hardasan? Talih müəllim, siz zəng vuranda yol üstü gəlirdim. Yağış yağdı, gördüm yolun qırağında 1-2-3 nəfər adam durub da. Elə saxladım, bunları da götürüm. Dedi, qardaş, bizi Gəncəyə düşürt qayıt. Mən də dedim, 5-dən 3-dən benzin pulud da. Pulunu bax vurdum, getdim Gəncəyə, oradaydım. Gəldim. Pirituruk sənin başın xarabdır. Mən 130 minlik maşını alıb sənə vermişəm ki, mənə sürücülük eləyirsən, yoxsa xaltır eləyəsən. Qulaq. Səndən sonra danışırım. Mamgil gözləyir. Get, anamgil götür, apar, dükana ayaqqabı alsınlar. Get. Mən aparım. Hadi maşına mindir, apar, paltar zad almadılar, ayaqqabı almadılar. Maşında yer yoxdur, ağzına kimdə oldu. Nətər yəni maşında yer yoxdur? Başa düşmədim, mən səni. Maşın ağzına kimi xurma ilə dolub da. Xurma nədir, xurma nədir? Gəncəyə getməmişdim mən. Qayıtanda da elə dedim, bir maşın xurma vurum gətirim də, benzin pulu olsun. Boş qayıtmıyorum. Gəncə xurma nə gəlsən? Hə də bu demir, bu Gəncədən gəlirdim, yüküm xurmadır. Deyilsin, qalmadağını olar. Sən xəstəsən, o cip deyil, o laf bet deyil. Mən səni vurmağa utanıram. Özdə mən səni hər də vuranda mən ziyanlar çəkirəm. Mənim gah əqqabımın ucu cırılır, gah mənim qolum biləyim çıxır. O gün şalvarım nağı partladı. Bəsdir sən mən badar eləmə.
get başını aşağısan işin yox. Bir də o günü sənə dedim ki, qaynanamı apar kəndə düşür. Başqa vaxtı maşını gah sağa çırpsan, gah sola çırpsan, sağ salamat nə olmuş da arvad aparıb kəndə çatdırdın? Heç mazən gəlir ki, heç yamya da salmadı. Nə oldu? Məni görün Şumaxerli elədi. Dedim elə-belə heç olmasa 2 təkər zad edirlər, biraz irpələnsin də arvad. Nə xəstəlik tapdı. Demədi qaynanama apar. Mən dedim qaynanama apar. Gör, kimi durur. Xeyr görmədim. Ay qismət, biz haçan ev alıb öz evimizə köçəcəyik, hə? Mən utanıram bacımgildə qalmaqdan uje. Nətər olur ki, mən sənin bacın evində qalmaqdan utanmıram. Amma sən utanırsan. Ha? Ay qismət, mən nə vaxta kimi qonşulara deyim ki, bu ev bizimdir, Talehgil bizdə qalır, hə? Nə vaxta kimi mən onlara deyim ki, o Taleh sürən maşın qismətin maşınıdır, prosta verib Taleh sürsün, hə qismət? Yaxşı, sən belə elə. Sən ələn bu söhbəti biraz uzaq geçsin. Açığı demək istəmirdim, amma görürəm məcburam. Mən bir xaricdə bir dostum var. Onunla bu ev söhbətini eləmişəm. Narahat olma. Hə? Nədir ya qismət? Deyir ki, bacanağın evində qalmaqda elə bir ayıb şey yoxdur. Onun özü də xaricdə bacanağın evində qalır. Belə oldu. Teymur, dünən sizə dedim ki, sabah iclasdır. Saat neçədə iclasdır dedim? Saat 10'da Talehman. İndi saat neçədir? Saat düştü Talehman. Deməli saat 10. 11, 12, 13, 14, 15, 16, 17, 18. Dərsini səhv gedim. Onda demişəm, indi saat düşdü. 11, 2 vur 2, 4, 5 vur. 4. Onda demişəm saat. Leyli, ondan saat düşən 3 saat fərq eləyir. 5 saat Talih müəllim. 5 saat fərq eləyir. 1 saat buradan, 4 saat buradan. 5 saat. Necə işirsiniz 5 saat? Talih müəllim, biz 5 saatdır buradayıq, siz yoxsuz. Nətər yəni mən yoxam? Belə mən geçmişəm, Leyli. Bəli, Talih müəllim. Mən geçmişəm, hə? Dəqiq. Bəli. Bətas gözləyir. Hə, mən də elə biləm, siz geçmişsiniz. Nəqaz eləmək istəyirdim. Çox üzr istəyirəm sizdən, əziz kollektivim. Yəni, biraz işlərimlə əlaqədar gecişmişəm. İclasımız 5 saat gec başladı. Çox üzr istəyirəm. Bir daha olmaz. Talih müəllim, xahiş edirəm bir də belə hallar təkrar olmaz. Talih müəllim, bu gör neçənci dəfədir siz belə edirsiniz? Belə məsuliyyətsizlik eləməyin, ayıbdır. Lapağını çıxardıq bu. Gerçək kişisən, bəs nə gecişdin? Vururum səni mən. Ayıb deyilsən. Hadi yaxşı, dedim gecişməyəcəm də, bağlayaq da, qutardı. İnsanam da, hətta dırnaqdanım. Deməli, iclasımıza başlayırıq. Leyli, mənə oradan təkliflər və şəhətlər kitabını gətir. İclasımızın mövzusu elə təkliflər və şəhətlər olacaq. Salam, məhəbbət. Sımla, Sevdə sənsən yenə. Sevdə nədir, məhəbbət? Vay, İsmət sənsən, necəsən qardaş? Nə var, nə xoş geldin. Hə, Sevdə deyəndə, Sevdə hər gün interes bitfasonlarda adam belə yürüpələndirir. Elə səni də gördüm, qorxdum. Nə var, nə yox, xoş gəlmişsən biz tərəflə. Sağ ol, məhəbbət. Sən sağ bir işim düşübdür.
Mənə iş lazımdır. Ha, iş lazımdır. İş lazımdır. Hayda. Ha, bunu sən mənə dönən deyərdin də qismət. İnansan dönən bir dənə uşaq var idi. Onun bir dənə müdür vəzifəsini düzəltdim. Çıxdı getdi bu dəqiqə rəhbərliyə özü xaricdə ha, buralarda yox. Xaricdə bir dənə qəşəng iş verdim ona. Hə, Məhəmməd, alınmırsa denə alınmır. Qarnının qurdunu denəndədir. Yoxsa nə lazımdır ki, bu artıq əs söhbətdir. Qarnının qurdu nə də kişi? Qismət, mənim sən hörmətim var, məndən necə bayram böyüksən. Qarnının qurdu. Məhəbbətin qarnı heç vaxt qurdu olmuyor, başa düşsən? Məhəbbət uşaq vaxtı heç qarnı köp olmuyor. Məhəmməd, nə əsəbləşsən ki, dedim bəlkə... Yox, düzgün başa düşmədim də. İndi gör bir tərnağarsən bir işi. Tərnağar evləri ya, nətər elə ya? Mən bax da, indi belə də görəməsin. Bura bax. Hə. Xarici dildə nə bilirsən? İngilis dili bilirəm. Bilirsən, mükəmməl qəşəng. Hə, qəşəng. Yes? Yes, very good. Very good. Ayo, bizə o qədər dərindən bilməyə ehtiyac yoxdur ki. O qədər, hə, kompüterdə işləməyi bacarsan. Bəli, bacaram bütün Office proqramlarını. Bütün Office. Windows, Word, Excel. Ay, sağ ol. Vəssalam da qardaş. Məhəbbət qismətdə iş tapdı. Sağ ol, Məhəbbət. Səni mən çörək verəcəm, narahat olma. Sağ ol, Məhəbbət. Fəxrəz bizə ingilis dilini bilən, kompüterdə işləməyi bacaran, Kamazdan Meşox Boşaldan Fəhra lazımdır, qardaş. Qardı getdi. Elə sən Fəxrəz yox, Məhəbbət. Formit eləyək. Məhəbbət, bir dəqiqə daha zəhmət olsun. Məhəbbət, o ağır işdə bir nəsə yüngül var bir iş olsaydı. Deməli, şayət və təkliflər burada da hər gün oxuyun da. Rubrikasında kitabında nə yazdılar? Yanmış dolmanız təpənizə dəysin. Yaman yazılır. Patlayırlar. Bastı durak stol, bu nədir yazıblar? Yanmış dolmanız təpənizə dəysin. Bu nədir? Nə deməkdir? İzahat ver. Yəni o Talih mənim artıq danışaq, o mənli olan şey deyil. Qaz idarəsi qazı çox verib, dolmada yanıb. Qaz idarəsi. Bəli. Temur, o qaz idarəsini zəng elə. Denək ki, bununla hesab qazınızı çox verirsiniz. Bizim burada dolmalarınızı yandırır. Boş. 5 gün dolmadan bu qazanır, onda qaza getməsin. Boş. Sonra nə yazdılar? Bütün bez komşuşdu. Müdürünüz restoranı işlədə bilmirsə, geçsin qoyun otarsın. Baxın Talih müəllim. Başa düşməm, bu nə? Mən təkrir edirlər. İsmail, bu nədir? Talih müəllim, bu şikayət deyil, bu təklifdir. Deyir ki, əgər istəyirsə gəlsin, qoyun otarsın. Bu şikayət deyil, bu təklif eləyir. Əgər istəyirsə, qoyun otara bilər. Nə? Yox, qoyunun başını bıraxıb kətdən çıxıb gəlmişəm bura. Bizə qoyuna qaçmayın. Görürsən nə yazılar? Yazılar, restoran gəlsin, ağlı yoxdur. Restoran gəlsin, boynunu yerə soxum. Başım bir sosial sıkılık odur da. Restoranın gəlsin qandı qrafa yoxdur. Görürsünüz, sizə görə mənə bütün sözünü deyirlər. Sarıyım qurban, mən çox üzr istəyirəm. Bax, görürsünüzmü, buradakı şikayətlərin və təkliflərin hamısı sizə ünvanlanıb. Deməli, problemlər hamısı sizdən, mən çox üzr istəyirəm. Problemlər məndədir. Gecikən də elə olayaq da. Belədir. Onda belədik. Düzlənin. Deməli, mən baxıram ki, bütün problemlər məndədir, eləmi? Bəli. Şirin, mən bu işi bacarmam, düzdür? Onu yurdu, mən gedirəm kəndə qoyun otarmağa, nə məsləhət görürsün? Bomba! Restoranda bağlayıram, sizi də işdən çıxardıram. Basın bayrağı! Basın bayrağı! Hatta birinci sən, Abbas! Birinci sən, elə birinci qavatın. Bəli, birinci qavatın. Başa düşmən, tartışıqım, hə. Ha, kör bağırsan. Hayda. Ay, börək daşı. Hayda. Ay, öd kisəsi. Hayda. Sən bizi ne qovursan, ne bağlayırsan bu restoranı? Ha, mən neyliyim? Niye sen götür o şikayet teklifler kitabında da onu cırtınla. Sen kimin işine yazmıyorsa bize de köşe çöremizi kazanıyıq da. Hə, düzülün hə. Düzüləyik da. Sən düzgün qoşdun, düzgün. Hadi ver. Deməli, içmasi bezuvuk. Mən belə qərara gəldim ki, kəndinizdə yetmirəm, qoyunuzda otarmıram, restoranımızı işlədirəm, özüm fikirləşim. Və ona görə də siz işləyirsiniz, o şikayət və təkliflər kitabında bir də görməyim Leyli. Bir də görsəm səni görməyim. Başa düşdün? Bəli, İşləyin, kimlə nə yazır özünə görə işləyin. Yaxşı, heç olmasa gününə 10-15 çox demirəm, 10, 15, 20 meşoq, 50 kilo, 60 kilo meşoq qoyub,
aparmaq lazımdır müştərinin evinə. Bacararsan? Məhəbbət ağır işdir mən. Yaxşı, dükanın qabağında durub malları reklam eləmək, müştərinin içəri salmaq, səliqəli saymanı saxlamaq. Bacararsan bunu? Sən məhəbbət, hava soyuqdur, mənim də revmatizmam var. Nəsə. Belə istəmir, yüngülvar iş olsun, belə oturacaq iş olsun kompüterin dalınızda. Çox da istəmirəm, aya bir 2000 zat belə. Damını oynaya bilirsən, hə? Ha. Nerede oynayabilirsən? Super. Gününə 18-10 çaynik çay içə bilərsən? Bir oturuma içərəm. Semişka sistemana tərdaran. Bir oğuzu dəqiqə yarıma rekord vurmuşam sistemana. Sən avarasan, hə kişi? Qismət, mənim sən bu hörmətim var idi. Bu söhbətdən sonra itdi də. Avara bir işlərlə məşğul. Damını da çay içdi, sigareti. Bu avara işlərdə. Yerci hə burada. Yerci də kişi. Gəlib mənim işədə. Avaranın bir avara. Harda avara var, gəlib mənim işiməzə. Avara, hardasan bayaqda? Sənin işin nədir burada? Mənə bir dənə elə belə izah elə görüm sənin işin nədir? Bu avaran yolu məhəbbət mənim. İşimi göndərdiniz ki, ged işimi gör, işimin dalınca. Nə gördün sən? Bəs o kamazı dediniz boşalt gəlin. Klientin evini 7-ci mərtəbəyə kim qaldıracaq onu? Onu qaldır gəlin, çayı nə bilim klientlərə ver, klientləri içəri dəvət elə. Boş-boş yalandan barmaq qatdıysan. Mən sən işləməyini görmədim. Gündən nə də 50 meşə 60 meşə şey boşaltsan vəssalam da nə var sən ki? Neynim ondan artıq? Çayı da gətirirəm, klienti də içəri gətirirəm. Ya bir dəqiqə sakit dur görüm. Bəli. Bəli Ələsgər müəllim. Aha. Kim? İlham müəllim də orada, Ruslan müəllim də. Oldu, mən bu dəqiqə özümü yetirirəm. Oldu. Klient var. Klient var. Mən tutam bir göm tezə. Avara işlərlə məşğul olsan, eşitsən? Təzə də qısqada. Mən soruşsalar, denən ki, Məhəbbət müəllim sayıcıda uşaqlarla damını oynayır. Narahat olmayın. İşinlə məşğul ol. Baş üstə. Ay Vəfa, məncə sən qismətə qarşı düz eləmirsən. Yazıq iş olanda işləyib də, indi yoxdur, işləmir. Görürsən ki, gedib axtarmağa da, damla oynamağa getməyib ki. Ay Arzu, axı mən nə vaxtda kimi belə yaşayacam, hə? Mamam 20 manat verəcək qismətə ki, get bazarlıq elə. Qismət də gedib aləmi gəzəcək, harada ucuz market var, gedib oradan bazarlıq eləyəcək ki, nə manama 2-3 manat pul qalsın. Mən nə vaxtda kimi telefonuma konturu sok kapallarından yükləyəcəm, hə? Mən nə vaxtda kimi o çaynik kruşkanı, o quru çay kutularından udacam, hə? Bezmişəm, mən. Vəfa, hamının pis günləri olur da. Bizim də pis günlərimiz sənin gözünün qabağında olub. Görmüsən ki, ay qız, vaxt olub ki, Talihin dayısı oğlunun toyu olub. Bizim toya getməyə bir qəpiyimiz olmayıb, bilirsən? Bilməmişik neyniyə. Talih zəng gelib rayona deyib ki, bəs mamamın vəziyyəti pisdir, ağırdır, toya gələ bilməyəcək. Bax, elə olub toya getməmişik. Camaat da toyda kənddə deyiblər, Talihin anası xəstədir, toyu atmayana veriblər. Bütün kənd yığışıb gəlmişdi bizə. Biyabır olmuşduq el içində. İnanırsan, o vaxtdan kənddə heç kim Talihi toya çağırmır. Bizim də elə günlərimiz olub, nə olsun? Ay Arzu bacı, siz nə deyirsiniz deyin. Mən Vəfa bacı ilə tam razıyam. Mənim ərim bircə gün evə pul gətirməyə, mən onun üzünə qapı açmaram. Sənin ərin nə işləyir ki? Nə bilim, 5 il Durusetdədir. Sənin dadan nə deyir? Sənin vermə fikri yoxdur mənə. Nə deyəsidir Abbas? Deyir ki, ondan zəhləm gedir. Deyir Abbası görməyə gözüm yoxdur. Bundan başqa nə deyəsidir ki? Yox, mən sənin dədəndən ötürü ölürdüm, ay elə. Mən sənə görə ondan məmnun edirəm, yoxsa sənin dədana salam da vermələm. Qoy evlənim səndən, sənin dədəmin başına bir oyuna açacam, görərsən. Başa düşmədim, neyəcəksən? Onu 9 ay fırladacam, deyəcəm ki, sənin adını nəvənə qoyacam. Axırıncı gün fırladıb, öz dədəmin adını qoyacam oğluma. Baxarsan. Ay, kütük! Sən deməmişəm ki, sən bir də mənim qızımın yanında görmüyor. Sən mənə çox söz demişsən. Deyəsən, sənə o gün blokda vurduğum şapalaq dərs olmayıb, ha? Ağır vurduğun şapalağı verirsən, mənim vurduğum birinci təpiyi denirsən, ucdama verə dadam.
Nəyə gəlmisən ay qismət? İş tapdın gəlmisən? Çox danışma, yemək gətir. Nəsə qazanıb gətirmisən ki, yemək gətirim, hə? Hardan gətirim yemək? Ya hardan nədir, nədir? Sənə dedim yemək gətir, yemək gətir. Nə mənlə spor edirsən? Ay Məsli xala, ay Məsli bacı, tez ol bura gəlin. Tez. Nə olub ay qomur? Bizi nəyə çağırmısan? Havayı konsert verirlər, gəl. Yaxşı. Gəlin. Çox danışırsan ha sən. Sən bezdirmirsən, məni bezdirmirsən qismət. Yoxsa bazarlıq eləmizə xəbərimiz yoxdur, hə? Nereden bu qədər ət alıb gətirmişdin, ay qismət? Bu xaladenikdə yer yoxdur axı. Ay qismət, onun yağ niyə almısan, hə? Balı hara qoyaq? Qaymağı hara qoyaq? Ay qismət, evə ikinci xaladenik lazımdır ki. Hələ oldu eləmi? Probo, xalqın qaynanası kürəkənli ev alır. Maşın alır, işə qoyur. Neyini evi anan mənim üçün? İndi məndən tələb edirsiniz ki, tez elə yemək gətir. Qumru, az bizi bəyəxdə niyə çağırırsan? Gələk bunlara qulaq asan. Onsuz da bekarçılıqdır. Televizorda proflatkadır. Görmürsən mənə nə qalır? Ama ki, sən belə şeylərə fikir vermə. Nə Abbas da qıraq adamdır. Uşaqdır da. Ay mayal kişi. İndiki cavanlar bizim vaxtımızdaki cavanlardan deyil. Tam başqa bir aləmdir bunlar. Bunlarla biraz səbirli olmaq lazımdır. Deyil. O günlər mən girmişəm öz məhəlləmizə, binanın qabağına yolla gedirəm. Baxdım, gördüm, bir dənə X6 gəlir. Mən də heç fikir vermirəm. Aposu bilə-bilə yolun ortası ilə gedirəm. Haydi bu gəldi mənim yanından keçəndə su fıskırdı mənim üstümə. Həmən də qayıtdım, demək, körsən, bir bax da, yəni suyu hara fıskırdırsan. Abi keçib gedəndə də özü gördüm, yəni belə uşaqdır, prosto belə bədənini zadını şişirdib, yəni belə boynu yoğun, belə idmançı oxşayır, amma uşaqdır, yəni 2 şilləlik canı var bunun. Neyse, mən bu sözü dedim, maşın keçib qabaqdan belə fırlandı, gördüm, gəlir mənim dalımca. Dalımca gəlir, mən tez götürüldüm, yəni girdim bloka, düz gəldi blokun ağzına. İndi nə baş vardım, saat 3-də mən bloka girib yuxarı qalxanam, balkondan baxdım ki, gecə saat 11-dir, maşını hələ də blokun ağzına fırlanır. Signal da verirdi, yəni çağırırdı, neysə. Dedim, daha yaxşıdır, qonşular da yatmalıdırlar, mən özümdə səhər işə gəlmədim. Düşdüm blokun ağzına ki, abala, indi olub da, bir iş də olub, cavansan da, indi görürəm hirsin soyumur. Gəl sən də bir dənə şillə vur gülən mənə, hirsin soysun da, niyə özümə belə ziyan verirsən, əziyyət verirsən? Özü da gəldi, artıqlaması ilə, yəni belə hirsini çıxdı. Amma hirsi soydu, çıxdı, getdi, cavandı da. Bu sakit olsunlar, hə? Sən məni boğaza yığdın, ha, Vəfa, elə eləmə səndən başqa cürə danışım. Deyirəm, bu qismət niyə bu vəfanı vurmur, Vəfa, mənim beynimi xarab eləm, bu dəqiqə səni vuracaq. Vur da, vur görüm nə səni vuracaqsan da. Mamam yoxdur deyə əl qolun açıldı qismət. Qisməti yerinə olsaydım, alardım bu vəfanı ayağımın altına, çığınıyardım onu. Vəfa, mənim mamamla qorxuzma, bu dəqiqə səni ayağımın altına salıb çığınıyacam, ha. Bu qalmışdı. Ay bala, bu qismətdə hövsələ var. Ada götür bu qabdan qacaqdan mətbəxdəsən, vur bu vəfanın başına da. Məni cinahına mindirmə, Vəfa. Bu dəqiqə qalmasını tapənət qız bacam, ha. Mersi, sən qara vurgun vursun, biraz yavaş danış da, qismət dəyəsən səsini eşidir. Əl çəkim, hamınız məndən, mən çıxıb gəlirəm. Başa düşdün? Hara gedirsən, Hara gedirsən? Ay Sevda. Yuxarı getməyin, ged özmə iş tap. Əl çəkim. Ay Sevda, bana bəyək dəyəsən deyirdin o aşağıdakı parixmaxır, saçı yaxşı düzəltmir, hə? Ay mama, parixmaxır nədir, zaddadır? Mən heç elə söz dedim. Biz bəyək qapıdan gödmədik ki, görək vəfa qismətə nə dəyəcək? İkili qoy. Bu adam danışığını bilmir, oturuşun bilmir, hərəkətin bilmir. Bilmir. O günləri neyləsə yaxşıdır. Götür blokun üstünə bir öküz şəkili çəkir, altından yazıb ki, Mail kişi. Mən uşağım, amma ki. Mənim adım var, sanım var. Yaxşı deyil, mənim qonşular tanıyır. Bir də o gün gətirib
Mənim qapıma yazıb ki, bura zibil tökməyən söyüşdüdür. Baba, bunu düz eləməyib də, bunu düz eləməyib. Ay, inanırsan, mən neçə gündür zibil daşıyıram. Mən də məcbur oldum. Neynəsəm yaxşıdır? Kraska aldım. O yazdığı şeyi pozdum, yazdım ki, bura zibil tökən söyüşdüdür. Bir də xahiş edirəm, ona çatdır ki, onu bir də mənim qızımın yanında görsəm, onun ayaqlarını qıracaq. Yaxşı? Vay, kızım geldin. Mən dərsdən nətər keçdin? Yaxşı keçsəydi. Yaxşı deyilsin. Neçə almışsın? Ata 3 dənə 5 almışam. Halal. Ağıllı qızım, yaxşı eləyirsən. Həmişə dərsini yaxşı oxu, yaxşı çalış ki, valideynlərindən layiq evladı olasan. Səni çox istəyirəm. Ata, mənə kimə pul verə bilərsən? Məktəbin yanında rəngli qələm görmüşəm, onu almaq istəyirəm. Hə, yaxşı qızım, narahat olma. Verirəm. Get, sən get. Həyatda insanları tanımaq olmur. Ən yaxın bildiyin insanlar da sənə olan hörmətini pulla ölçürlər. Hətta öz ailəndə də. Axı o bir kağız parçası nə olan şeydir ki, ona görə insanlar bir-birinə yalan danışırlar, bir-birinə baxıllıq eləyirlər, bir-birlərinin üzlərinə suni gülürlər. Yalnız uşaqların gülüşləri saf və təmizdir. Bezmişəm. Bezmişəm bu həyatdan. Bezmişəm belə insanlardan. Allahım, sən özün mənə kömək ol. Sən özün mənə kömək ol. Damını oynayabilsəm mi? Təzə deyil. Mən gedirəm çayçıya. Hardan yaxşı olacaq? Çünki öldürmək də lazımdır. Yəni gözləyim ki, yaxşı olacaq. Nə yaxşı olacaq ha? Nə yaxşı olacaq ha? Ona görə də mən istəyirəm. Bezuk. Sözə bax ha, 2 sözdür. Bezuk. Dünən Tarkanın söhbət düşmüşdü axı. Mindim savada getdim program Türkiyədə. Mən Tarkana bir dənə oğlan isə deyəmədim. Mən nə Tarkan söz atmısın? Cavab ver. Mənim atam bizim evlənməyimizə razı deyil. Nə deyib razı olmur? Nə deyib razı olmur? Sənin dədən o konfeti ağzına tullayanda. O yönü qaz veribdilər, uqar basıb ki, səbət meyvə yoxa çıxıbdır. Uqar qaz qoğurdu. Onu yığışdırın.
Bura gəl, ha, bura gəl, ha. Bak geç bura. Hatta. Ha bura gəl, ha, kör bağırsan. Hayda. Al böyle taşı. Hayda. Al bura gəl, bura.